Əziz uşaqlar, biz bugünkü dərsimizdə sizinlə Azərbaycanda əhalinin sosial tərkibi haqqında danışacağıq. Nəzərinizə çatdırım ki, 19-cu əsrin əvvəllərində getmiş Rusiya-İran müharibələri hər şeydən əvvəl əhalinin say tərkibinə ciddi təsir göstərmişdi. Yaxşı bilirsiniz ki, bu müharibələrin əsas meydanı Azərbaycan torpaqları olmuşdu və müharibənin gedişində əhali kütləvi şəkildə öz yaşayış yerlərini tərk edərək Arazdan cənuba İran dövlətinin ərazisinə qaçmağa məcbur olmuşdu. Lakin müharibə başa çatdıqdan sonra vəziyyət dəyişdi. Azərbaycanın ərazisində nisbi sabitlik bərqərar oldu, təsərrüfatın dirçəlməsi işlərinə başlanıldı və bütün bunlar vaxtı ilə öz yaşayış yerlərini tərk etmiş əhalinin yenə də əvvəlki yerlərinə qayıtmasına gətirib çıxarmış oldu. Və bu proses kütləvi şəkildə getdikcə genişlənirdi və əhalinin sayının artmasına gətirib çıxarırdı. Həm də nəzərə almaq lazımdır ki, 19-cu əsrin 30-40-cı illərində Şimali Azərbaycanda əhalinin sayca artmasına digər səbəblər də, o cümlədən ermənilərin, rusların və almanların köçürülməsi də təsir göstərmişdi. Məhz bu köçürmələrin və eləcə də əvvəllər yaşayış yerlərini tərk etmiş əhalinin əvvəlki yerlərinə qayıtması nəticəsi idi ki, artıq 19-cu əsrin ortalarında 1850-ci ildə Azərbaycan ərazisində təxminən 1 milyon nəfər əhali yaşayırdı. Bu əhali daha çox demək Quba, Şirvan və Qarabağ əyalətlərində məskunlaşmışdı və burada əhalinin sayı başqa yerlərlə müqayisədə daha çox idi və bütövlükdə götürdükdə əhalinin sayı yenə də həmin dövrdə artmaqda davam edirdi. Nəzərinizə çatdırım ki, bu dövrdə əhalinin müəyyən bir qismi şəhərlərdə məskunlaşmışdılar. 19-cu əsrin birinci yarısında Azərbaycan ərazisində əhalisi 10 min nəfər və ondan bir qədər çox olan cəmsi 3 şəhər mövcud idi. Bu şəhərlərin sırasına biz Şamaxı, Gəncə və Şuşa şəhərlərini aid edə bilərik. Lakin nisbi sabitliyin daha uzun müddətli olması ona gətirib çıxardı ki, şəhərlərdə yaşayan əhalinin sayı artdı və misal üçün onu nəzərinizə çatdıra bilərəm ki, 19-cu əsrin ikinci yarısında şəhərlərdə 10 min nəfər əhali yaşayan şəhərlərdə əhalinin sayı 2 dəfə artmışdı və belə şəhərlərin sayı da xeyli çoxalmışdı. Buna baxmayaraq, Azərbaycanda əhalinin böyük əksəriyyəti kənd yerlərində yaşayırdı. Şəhər əhalisi ölkənin ümumi əhalisinin cəmi 10%-ni təşkil edirdi. 19-cu əsrin birinci yarısında Azərbaycanda əhalinin sosial tərkibi məsələsi də müəyyən maraq doğurur. Əhali kimlərdən ibarət edir? Bu sosial tərkibə nəzər yetirdikdə biz görə bilərik ki, bu dövrdə Azərbaycanda əhali bir-birindən müəyyən əlamətlərinə görə fərqlənən 3 əsas zümrəyə bölünürdü. Birinci zümrə hakim zümrə adlanırdı və onun tərkibində əsasən bəylər, xanlar, ağalar, məliklər və digərləri təmsil olunurdular. İkinci zümrə, hakim zümrədən aşağıda dayanan kəndli zümrəsi idi. Bu zümrənin tərkibində rəiyyətlər, rəncbərlər və elatlar və digərləri təmsil olunurdular. Nəhayət, üçüncü zümrənin tərkibində əsasən şəhər əhalisi, ilk növbədə isə tacir və sənətkarlar təmsil olunurdular. Nəzərinizə çatdırım ki, hakim zümrə istər xanlıqlar dövründə, istərsə də Rus işğalından keçən ilk dövrlərdə ölkənin ictimai, siyasi və iqtisadi həyatında mühüm rol oynayırlar. Əlbəttə, Rusiya hökuməti özünün yeni işğal edilmiş ərazilərdə həyata keçirdiyi siyasəti zamanı bu amili, bu xüsusiyyəti nəzərə almağa çalışırdı. Hər şeydən əvvəl ilk dövrlərdə Rusiya hökuməti əhaliyə böyük təsir imkanlarına malik olan hakim təbəqənin hüquqlarını məhdudlaşdırmağa, onların əhaliyə təsirini azaltmağa çalışırdı. Lakin Çar hökuməti onu da yaxşı başa düşürdü ki, hakim zümrə əhaliyə ciddi təsir göstərib,
onun hökumətdən narazılığını artıra bilər. Ona görə də bəzi hallarda onlara güzəştə getməyə, onların üçün əlverişli şərait yaratmağa çalışırdılar və bu onunla bağlı idi ki, artıq 19-cu əsrin 30-cu illərində Azərbaycanda Rus müstəmləkə zülmünə qarşı baş verən üsyanlarda hakim təbəqənin nümayəndələri xüsusilə mühüm rol oynamışlar. Hakim təbəqənin içərisində bəylərin çəkisi daha böyük idi. Onlar hakim təbəqənin əsas hissəsini təşkil edirdilər. Və Rusiya hökuməti də ilk dövrlərdə bu vəziyyətlə hesablaşmağa məcbur idi və bunu nəzərə almalı olurdu. Bir şeyi bilmək lazımdır ki, Rusiya-İran müharibələrinin gedişində bəylərin bir çoxu İran tərəfdən və bütövlükdə Rusiyaya qarşı çıxışlar etmişdilər, müharibədə Rusiyaya qarşı vuruşmuşdular və həmin dövrlərdə onların bir çoxlarının malikanələri müsadirə olunmuşdu. Lakin bu vəziyyət Çar hökuməti üçün heç də əlverişli deyildi. Bəyləri öz tərəfinə çəkmək onun üçün daha məqbul sayılırdı. Ona görə də demək Rus çarı 1-ci Nikolay 1830-cu il iyunun 13-də bəylər haqqında xüsusi sərəncam verdi. Həmin sərəncama görə bəylərin vaxtı ilə müsadirə olunmuş torpaqları onların mülklərinə, onların ixtiyarlarına qaytarıldı. Lakin Çar hökumətinin bəylərə münasibətdə yeritdiyi siyasət heç də sabit deyildi. Sonrakı dövrlərdə Çar hökuməti onların hüquqlarını məhdudlaşdırdı. Lakin 1846-cı ildə yenidən bəylərin imtiyazları haqqında, onların imtiyazlarının bərpa edilməsi haqqında sərəncam imzalamağa məcbur oldu. Hakim təbəqələrin arasında ağalar, sultanlar, məliklər də müəyyən rol oynayırdılar və bunların əksəriyyəti kənd yerlərində yaşayırdılar. Çar hökumətinin Azərbaycanda, Cənubi Qafqazda yeritdiyi siyasətdə din məsələləri də mühüm rol oynayırdı. Belə ki, ruhanilər əhalinin müəyyən bir hissəsini təşkil edirlər. Əhaliyə onların təsir imkanları daha güclü idi və Çar hökuməti şübhəsiz ki, bu təbəqəni öz nəzarətindən kənarda qoya bilməzdi. Bütün bunları nəzərə alan Çar hökuməti 1829-cu ildə müsəlman ruhanilərinin hüquq və vəzifələrini müəyyən edən komitə yaratdı və bu komitə bölgədəki mövcud vəziyyəti, dini situasiyanı nəzarətdə saxlamaq üçün işlər görməyə başladı. Həmin sərəncama əsasən əhalinin şiə hissəsinə rəhbərlik etmək üçün Şeyxülislam, sünni əhaliyə rəhbərlik etmək üçünsə müfti vəzifələri təsdiq edildi və bu vəzifələrə Çar hökumətinə sədaqət göstərən ayrı-ayrı şəxslər təyin edildi. Misal üçün Şeyxülislam vəzifəsinə əvvəlcə Salyan Axundu, Məhəmməd Əli rəhbər seçilmişdi. Müfti vəzifəsinə isə əvvəlcə Kazandan demək xüsusi ruhani dəvət edilmişdi. Sonra isə bu vəzifəyə yerli axundlardan biri təyin edilmişdi. Çar hökuməti həm də Azərbaycan torpaqlarında yaşayan xristianların dini proseslərini də nəzarət altında saxlamağa çalışırdı və bu məqsədlə də müəyyən addımlar atırdı. 1836-cı ildə Çarın sərəncamı ilə Alban katolikosluğu ləğv edildi və beləliklə də Alban dövlətçiliyinin ləğv edilməsi istiqamətində görülən işlər tamamilə başa çatdırılmış oldu. Nəzərinizə çatdırım ki, Çarın qəbul etdiyi bu qərarın həyata keçirilməsində mürtəci erməni dairələrinin də rolu heç də az olmamışdı. 19-cu əsrin birinci yarısında əhalinin sosial tərkibində kəndlilər üstünlük təşkil edirdi. Əlbəttə, kəndlilər həmin dövrdə Azərbaycanda yaşayan bütün əhalinin 90%-ni təşkil edirlər ki, bu da çox böyük bir rəqəm idi və həm də o dövrdə Azərbaycanda sosial-iqtisadi vəziyyəti olduğu kimi əks etdirirdi. 19-cu əsrin birinci yarısında Azərbaycanda yaşayan kəndlər iki böyük qrupa, dövlət kəndlərinə və sahibkar kəndlərinə bölünürdü. Kəndlərin böyük hissəsi dövlət kəndləri hesab olunurdular. Bəs dövlət kəndləri hardan meydana gəlmişdi? Nəzərinizə çatdırım ki, Rusiya-İran müharibələri başa çatdıqdan sonra vaxtı ilə xan divanına məxsus olan torpaqlar Rusiya dövlətinin sərəncamına keçmişdi
və həmin torpaqlarda yaşayan kəndlilər də Rusiyanın dövlətinin bilavasitə nəzarətinə keçmişdi və beləliklə də dövlət kəndləri, onlara bəzi hallarda xəzinə kəndliləri də deyirlər, meydana gəlmişdi. Dövlət kəndliləri iki qrupa bölünürdülər. Bunlar rəiyyətlər və rəncbərlər idilər. Rəiyyətlər əldə etdikləri məhsulun bir hissəsini vergi şəklində ödəyir və bir yerinə yetirirlər. Rəncbərlər isə təsərrüfatsız kəndlilər idi və onlar xəzinə torpaqlarında işləməklə məşğul olurdular. Kəndlərin digər qrupunu sahibkar kəndlər təşkil edirlər və şübhəsiz ki, sahibkar kəndləri say etibarı ilə dövlət kəndlərindən az idilər, lakin sahibkar kəndləri də dövlət kəndləri kimi rəiyyət və rəncbərlərə bölünürdülər və orada olduğu kimi, yəni dövlət kəndlərində olduğu kimi burada da rəiyyətlər əldə etdikləri məhsulun bir hissəsini vergi şəklində torpaq sahibinə ödəyirdilər. Rəncbərlər isə onların təsərrüfatlarında işləməklə məşğul olurdular. Beləliklə, 19-cu əsrin birinci yarısında Azərbaycanda əhalinin sosial tərkibi rəngarəng idi, müxtəlif idi. Bu tərkibdə xan, bəy, ağa və məliklərdən ibarət olan hakim zümrə ilə yanaşı, demək, əhalinin mütləq əksəriyyətini təşkil edən kəndlilər də mühüm rol oynayırlar. Həm də şəhər əhalisinin içərisində sənətkarların da xüsusi çəkisi var idi və müəyyən dərəcədə onlar şəhərin iqtisadi həyatının aparıcı qüvvəsini təşkil edirdilər.